Saxta ekspertlərə pis xəbərimiz var. Gender nifrət nitqi ilə bağlı vebinarımız olacaq. Hər gün sosial şəbəkələrdən, televiziya kanallarından psevdo ekspertlər qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı çıxışlar edirlər. Onlar davamlı şəkildə konstitusiya və qanunlara zidd olaraq gender bərabərliyin əleyhinə propaganda aparır. Bildirirlər ki, qadınlar ikinci dərəcəlidir və cəmiyyətdəki istənilən neqativ hadisənin təqsirkarı qadındır. Bu vəziyyət hamımız, xüsusilə də qadınlar üçün həyəcan təbili olmalıdır. Elə buna görə də biz informasiyanı təhlil etmək bacarığını inkişaf etdirməliyik. Biz bilməliyik ki, bunu bizə heç kim öyrətməyəcək. Çünki biz bunu öyrəndikdə yalan üzərində qurulan təbliğat dayanacaq və hər kəs öz çıxışının məsuliyyətini dərk etməyə başlayacaq. Onlar çox məharətlə informasiya manipulyasiyası edərək tez-tez ənənələrdən danışırlar. İndi biz də ənənələrdən danışacağıq. Amma saxta ənənələrdən yox, həqiqi ənənələrdən. Azərbaycanda qadınlar hələ 19-cu əsrin ortalarından kişilərlə bərabər maarifçiliklə məşğul olub məktəblər yaradıblar. Sonradan Cümhuriyyətin qurulmasında, parlamentin açılmasında iştirak edib, qəzet çıxarıb, ictimai fəaliyyətlə məşğul olublar. Axı bizim ənənəmiz irticaçılıq deyil, tərəqqidir, cəhalət deyil, təhsildir, nifrət deyil, bərabərlikdir. Buna görə də dırnaqarası ekspertlərin cəmiyyətə bu zərərli fikirləri necə yeritdiklərini əsl ekspertlərlə birlikdə şərh etməliyik. Biz informasiyanı təhlil etməyi əsl peşəkarlardan öyrənməliyik. Çünki bilik olmadan cəhalətlə mübarizədə qalib gələ bilmərik. İstəklərinizi nəzərə alaraq Gender and Media Watch təşəbbüsü olaraq öz sahəsi üzrə ixtisaslaşmış ekspertlərlə vebinarlara başlayırıq. Oktyabrın 9-da Finlandiya Jurnalistlər İttifaqının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Dr. Salla Nazarenko ilə ilk vebinarımız olacaq. Siz də bu vebinara qatıla bilərsiniz. Salla Nazarenko jurnalistika üzrə fəlsəfə doktoru, Reuters İnstitutunun jurnalistika təqaüdçüsü olmaqla yanaşı, media etikası, şəffaflıq və medianın inkişafı sahələri üzrə tanınmış ekspertdir. Onunla birlikdə mediada gender əsaslı nifrət nitqi və onun cəmiyyət üçün yaratdığı acı nəticələri müzakirə edəcəyik. Əgər siz də bu vebinara qoşulmaq istəyirsinizsə, qeydək linki üçün bizə mesaj yazın. Azərbaycanın həqiqi ənənəsi savadlılıqdır. Elə buna görə də biz bu ənənəyə sahib çıxmalıyıq. Çünki cəmiyyətin sağlamlığı savadlılıqdan başlayır.